Çok düzgün qidadan başlayır. Kimyaterapiya, xərçəngin müalicəsində ən çox istifadə olunan üsullardan biridir. Bəs o, sağ qalmanı və həyat keyfiyyətini yaxşılaşdırmaq baxımından nə qədər effektivdir? Bu video və növbəti video məhz bu suallara cavab verəcək. Kimyaterapiya nə qədər effektivdir? Qarşıdakı 10 illiklərdə yeni xərçəng hallarının sayı artmağa davam edəcək. Bəs biz xərçənglə mübarizədə qalib gəlirikmi? Təəssüf ki, ümumilikdə yox. Bu, yüzlərlə yeni xərçəng əleyhinə dərmanın istifadəyə verilməsinə baxmayaraq belədir. Xərçənglə mübarizə tez-tez terrora qarşı müharibə ilə müqayisə olunur. Nə qədər pilotsuz zərbə endirilsə də, bütün pis adamları məhv etmək demək olar ki, mümkün deyil. Və bombardman nə qədər dəqiq olsa belə, əlavə zərəri həmişə nəzərə almaq lazımdır. Xərçəng müalicəsinin toksikliyi insanı ciddi şəkildə zəiflədə bilər. Və bu, təkcə sağlamlıq baxımından deyil, burada maliyyə toksikliyi də var. Patentləşdirilmiş xərçəng əleyhinə dərmanların qiyməti gündə $1000 qədər çata bilər. Hətta tibbi sığorta olduqda belə, məsələn, 4-cü mərhələ döş xərçəngi olan xəstələr üçün orta xərclər $190.000 çata bilir. Həyat uğrunda mübarizə aparmaq kifayət qədər çətindir. Amma eyni zamanda ailəni müflis etməməyə çalışmaq bu yükü daha da ağırlaşdırır. Və bu problem bugün də aktualdır. İki işdə çalışıb, sığortası olmasına baxmayaraq, xərçəng müalicəsini ödəyə bilməyən Walter White hekayəsini kim unuda bilər? Əlbəttə, hamı öz laboratoriyasını qurmağa hazır deyil, amma bir çox insan bütün var-dövlətini xərcləməyə razıdır. Xərçəng xəstələrinin böyük bir hissəsi müalicə üçün müflis olmağa və ya evlərini satmağa hazır olduqlarını bildiriblər. Bəs bahalı qiymətlər əgər yeni və innovativ müalicələr xəstələrə ciddi fayda verirsə, əsaslandırıla bilməzmi? Amma təəccüblənə bilərsiniz ki, FDA tərəfindən təsdiqlənmiş bir çox xərçəng dərmanının klinik faydası olmaya bilər. Bəs onda bu dərmanlar necə FDA tərəfindən təsdiqlənir? Xərçəng dərmanlarının əksər təsdiqləri zəif və ya yoxlanılmamış əvəzedici göstəricilər əsasında verilir. Və satışdan sonraki tədqiqatlar bu dərmanların effektivliyini və təhlükəsizliyini xəstə mərkəzli nəticələr üzrə nadir hallarda təsdiqləyir. Bunun nə demək olduğunu izah edim. Yeni kimyaterapiya dərmanları getdikcə daha çox əvəzedici göstəricilər əsasında təsdiqlənir. Yəni, sağ qalma və ya həyat keyfiyyəti kimi həqiqətən önəmli olan göstəricilər əvəzinə, dərmanlar cavab faizi və ya şişin kiçilməsi kimi ölçülərə görə təsdiqlənir. Amma şiş kiçilirsə, lakin insanın nə daha uzun, nə də daha yaxşı yaşamasına kömək etmirsə, bunun nə əhəmiyyəti var? Bu, biraz ziddiyyətli səslənə bilər. Amma KT və ya MRT görüntüsündə şişin kiçilməsi həmişə sağ qalma və ya simptomların azalması ilə əlaqəli olmur. Əslində, insanları uzun müddət izləyən tədqiqatların əksəriyyətində sağ qalma ilə zəif əlaqə tapılıb. Ən son geniş miqyaslı analiz göstərib ki, bu cür təsdiqləmə tədqiqatlarının 90%-də ümumi sağ qalma ilə ciddi əlaqə yoxdur. FDA tərəfindən bu tip əvəzedici göstəricilər əsasında təsdiqlənmiş 36 yeni kimyaterapiya dərmanından real şəraitdə sınaqdan keçirildikdən sonra yalnız hər 7 dərmandan biri ömrü uzada bilib. Digərlərinin yarısı açıq şəkildə uğursuz olub, qalanları isə hələ də test olunmayıb. Bu da göstərir ki, xərçəng dərmanlarının əksər təsdiqləri klinik baxımdan əhəmiyyətli nəticələri ya yaxşılaşdırmayıb, ya da ümumiyyətlə göstərməyib. Effektiv olan müalicələr üçün belə həddindən artıq yüksək qiymətlər kifayət qədər problemlidir. Amma xəstələrin sağ qalmasını və həyat keyfiyyətini yaxşılaşdırdığına dair sübut olmayan dərmanlara görə həssas vəziyyətdə olan insanlardan pul almaq qəbul edilməzdir. Bəs niyə FDA kimyaterapiya dərmanlarını təsdiqləməzdən əvvəl onların real fayda verdiyini sübut etməyi tələb etmir? Dərman şirkətləri bildirir ki, mənalı ölçülərlə aparılan randomizə olunmuş nəzarətli tədqiqatlar çox vaxt aparar. Halbuki hesablamalara görə əvəzedici göstəricilərdən istifadə ümumi sağ qalma ilə müqayisədə tədqiqat müddətini cəmi 11 ay azaldır. Yəni, orta hesabla dərmanın bazara çıxması 7,3 il əvəzinə 8,2 il çəkərdi. Bəli, biz dərmanların mümkün qədər tez istifadəyə verilməsini istəyirik. Amma yalnız həqiqətən insanlara kömək edəcəksə. Xərçəng dərmanları sağ qalmanı və ya həyat keyfiyyətini artırırmı? Mövcud tənzimləmə sisteminə görə bunu bilməyiniz belə vacib sayılmır. Avropada da vəziyyət çox fərqli deyil.
Kimyaterapiya dərmanlarının təsdiqlənməsi ilə bağlı aparılan sistemli qiymətləndirmə göstərib ki, onların əksəriyyəti sağ qalma və ya həyat keyfiyyəti üzrə fayda sübutu olmadan bazara çıxarılıb. Hətta illər sonra belə bu dərmanların real fayda verdiyinə dair qəti sübut tapılmayıb və fayda olduqda belə çox cüzi olub. Məhz buna görə Milli Xərçəng İnstitutunun jurnalında dərc olunan məqalələrdə Hans Christian Andersen'in İmperatorun Yeni Paltarı nağılına istinad edilir. Bütün bu tədqiqatlar bir nəticəyə gəlir. Son illərdə ABŞ və Avropa tənzimləyici qurumları tərəfindən təsdiqlənmiş yeni xərçəng dərmanlarının yalnız az bir hissəsi xəstələr üçün klinik cəhətdən mənalı fayda verir. Hətta bəzi hallarda xərçənglə bağlı ölümlər xərçəngin özündən yox, kimyaterapiyanın toksik təsirləri səbəbilə sürətlənə və ya birbaşa baş verə bilər. 10 minlərlə xərçəng xəstəsini əhatə edən icmallara əsasən, halların 27%-də ölümün səbəbi və ya sürətləndiricisi məhz xərçəng müalicəsinin özü olub. Bəli, əgər potensial fayda kifayət qədər böyükdürsə, bu riskə dəyər ola bilər. Və bu da növbəti videonun mövzusudur. Kimyaterapiya sağ qalmanı nə qədər artırır?